Təbibdən Ramiz Mehdiyev ilə bağlı açıqlama gəlib. İddia olunur ki, səhhətində problem yaranıb. Ramiz Mehdiyevin təbii ki, iddia olunur ki, təbibə müraciət ediblər. Amma təbibdən təbii ki, Ramiz Mehdiyev ilə bağlı açıqlama gəlib. Dövlətə xəyanətdə ittiham olunan Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbdən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb. Təbii ki, Axar.az xəbər verir ki, təbibdən teleqraf Ramiz Mehdiyevlə bağlı təcili tibbi yardımı hər hansı bir çağırışın daxil olmadığını bildiriblər. Bəli, oktyabrın 14-də Səvahi rayon məhkəməsi Prezident administrasiyasının sabiq rəhbəri, Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətinə ələ keçirməyə yönələn əməllərdə dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırmaqda ittiham olunur.